Ən böyük kasıblıq insanın əqidəsizliyidir. Ən böyük kasıblıq insanın ədəbi, cəmiyyət önündə, birinci ailədə və cəmiyyət önündə ədəbsizlikdir. Nə qədər maddi və dünyəvi varlığı olsa da belə, amma ən böyük kasıblıq onun mənəvi həyatı olmamağıdır. Mənəvi həyatında milli, mənəvi dəyərlərimiz, dini dəyərlərimiz, ataya, anaya, övlada, həyat yoldaşına olan sayğımız, sevgimizdir. Amma mütəfəkkirlər deyirlər ki, yaxşılıq elə. Yaxşılıq elə ki, dünyanı yaxşılıq xilas edəcək. Yaxşılıq elə ki, bağışlanmışlardan olasan. O yaxşılıq da qarşılıqsız olur. Hər bir yaxşılıq, hər bir yaxşılıq... İcazənizlə, çox xahiş edirəm, çox üzrə, bir dəqiqə sağ. Qarşılıqlı olur. Mən... İki yaxşılıq Mən var bir da. sual vermək istəyirdim. İki yaxşılıq var. Biri mənəvi yaxşılıqdır, insan öz-özünə yaxşılıq eləməlidir. Deyirəm ki, siz Baxın, pul qazanmaq yaxşılıq deyil, bir mənalı. Siz qarışdırmayın. Maddi tərəflə mənəvi qayıt qarışdırmayın. Düz deyirsiniz, pul qazanmaq bir mənalı yaxşılıq sayılmır. Pul qazanmaq başqadır. Bəli, əlbəttə bir insan gedir bir yerdə işləyirsə, aylıq məvacib, gündəlik məvacib alırsa, o onun qarşılığıdır. Bu başqa bir məsələdir. Amma siz dediyiniz tərzdə yaxşılıq onun halal haramındadır. Bəli, kimisə haqqını yeyərək öz belə deyək, maddi tərəfin, dünyəvi tərəfin qazanmağı, evinə, ailəsinə o pulu aparıb yedizdirmək, bəli, burada halal haram o yaxşılıqda, o insanın şəxsi mənəvi həyatından gedir. Amma bütün yaxşılıqlar, bəşəriyyətdə olan bütün yaxşılıqlar yalnız insanın özünə lazımdır. Heç Allaha da lazımdır. Allaha yaxşılığa ehtiyac yoxdur. Yəni, bütün yaxşılığı yaradan Allahdır. Allah insana elə bir həyat verib ki, elə bir tərz verib ki, insanın mənəvi fitrətində insan yalan danışmaq qoyub. İnsan yalan danışır, hamıdan kimlə, balaca bir uşaqdan da soruşsan ki, yalan danışmaq olar, deyir, yox, olmaz. Düzdürmü? Haram da deməyəcək, deyir, olmaz, qadağandır, xoşa gəlməz bir şey. Ben niyə Allah insanın fitrətində yaxşılıq danışmağa qoyub? O, əgər mənə görməyə qoyubsa, deməli, danışmağa qoyubsa, yaxşılıq etməyi də qoyub. Həmçinin yalan danışmaq. Ben niyə yalan danışmaq olar? Psixoloqumuz əyləşib. Neçə yalanla, neçə ailəni xilas eləmək olar? Deməli, hər şeyin yaxşı tərəfindən istifadə etmək lazımdır. Çox təəssüf bizim cəmiyyətimizin bəzi insanları o əməllərin pis tərəfindən